Hər kəsə salam. Bu mənim ilk YouTube videomdur və istədim ki, bu videonu, bu başlanğıcı Batabat gölü sahilində edək. Şapuz rayonunda yerləşən bu göl eyni zamanda piknik üçün də çox yararlıdır. Və biz burada Naxçıvanda qonaq olduğumuz üçün bizim üçün bura çox möhtəşəm idi. Burada çadırları da əldə edirik. 3 aylıq qızım da eyni zamanda çadıra yerləşdirib piknik üçün hazırlıqlara başlayırıq. Mükəmməl bir kebab hazırlığından yedikdən sonra qızım baxırsınız necə də xoşbəxtdir həqiqətən açıq havada. Burada isə istədim xarici estetik video çəkim. Nə dərəcədə alındı bilmirəm, deyəsən alınmadı. Boş verək və samovar çay içək. Çay möhtəşəm idi. Çox gözəl idi. Bu da bizim dostlarımız idi. Gün boyu bizim çadırdan əl çəkmədilər. Burada nəhayət ki çay içə bildik. Sonda isə istədik gölün sahilində estetik video çəkək.